Hörmətli xanım sədir, hörmətli həmkarlar, hörmətli mətbuat nümayəndələri. Müsəlman şərqində ilk parlamenti respublikanın əsasını qoyan Azərbaycan, bu uğurunun 107-ci il dönümünü məhz İslam dünyasının nəhəng gücləri Türkiyə və Pakistanla bayram etdi. Aktual regional hadisələrdə mövqələrini gücləndirmiş Türkiyə və Pakistan liderləri Müzəffər Ali Başkomandan İlham Əliyev və Laçın zirvəsində görüşdü. Qalibiyyətimizin rəmzlərindən olan Laçın həmçinin müasir və sürətli yenidən qurma və bərpaya nümunədir. Laçın, bütövlükdə Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin strateji konsepsiyası əsasında qurulur. Malik olduğu geostrateji mövqeyə görə Laçında yaradılan infrastruktur doğal xarakterlidir. Malik olduğu mülki xarakterlə yanaşı, ölkəmizin müdafiə və təhlükəsizliyin təmininə də xidmət edir. Artan geosiyasi çağırışlar fonunda birgə dəyərlər və regional miqyasda birliklərin yaradılması aktuallaşır. Azərbaycan-Türkiyə tandeminin sülhün və sabitliyin təminindəki gücü Pakistanın qoşulması ilə daha da artır. Azərbaycan prezidentinin sözləri ilə desək, üç tərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Əminəm ki, azad edilmiş Laçından bugün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq. 353 milyon əhali, 1,8 trilyon ümumdaxili məhsulu olan üç qardaş dövlət, yeni dünya düzəninin formalaşması ərəfəsində siyasi, iqtisadi və müdafiə məsələlərinə dair birgə mövqe formalaşdırırlar. Digər regional hadisələrlə müqayisə, Azərbaycan prezidentinin hərbi və diplomatik strategiyasının nə qədər uğurlu olmasını bir daha təsdiqləyir. Bütün Avropa xüsusi intensivliklə uzun müddətdir çalışır, Rusiya-Ukrayna müharibəsində atəşkəsə belə nail ola bilmir. Amma Azərbaycan 30 illik işğala öz resursları ilə son qoydu. Şəhidlər verərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beynəlxalq birliyin zəfərimizə verdiyi dəyər Almaniya Federal Prezidentinin 28 may münasibətilə Azərbaycan Prezidentinə ünvanlandığı təbrik məktubunda belə ifadə olunub. Sitat. Cənab Prezident, ölkənizin müstəqilliyə nə qədər yüksək dəyər verməsi Azərbaycana son səfərimizdə şəhidlər xiyabanını ziyarət edərkən xatirəmizdə daha aydın canlanaraq dərin hiss aldı. Avropa, Asiya və Yaxın Şərq kəsişməsində yerləşən ölkəniz mühüm geostrateji mövqeyə malikdir. Regionda sülhün bərqərar olması üçün göstərdiyiniz səyləri xüsusilə qiymətləndirirəm. Statın sonu. Bu mənada Avropa Siyasi Birliyinin 2028-ci zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərarın verilməsi də Azərbaycan Prezidentinin siyasi strategiyasına verilən dəyərdir. Nəzərə alsaq ki, həmin zirvə toplantıları barədə qərarlar 47 iştirakçı dövlət, o cümlədən 27 Avropa İttifaqı üzvü tərəfindən məhz konsensus əsasında verilir. Bu qərar 2-ci Qarabağ müharibəsinin siyasi və hüquqi nəticələrinin yekdilliklə qəbulu deməkdir. Azərbaycan Avropa Siyasi Birliyinin 16 üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. 12 dövlətin enerji təhlükəsinin təminində rol oynayır. Ümumi təhlillər onu göstərir ki, Azərbaycan orta güc kimi özünü təsdiqləyərək regional sülhə töhfə verir. Təşəkkür edirəm.